Salam əziz şagirdlər. Bugün biz bəzi sözlərin tərkibinə görə təhlili necə aparılır ona baxaq. Məsələn, ələk sözünə baxaq. Ələk sözünün kökü əldir, əl ismidir. Ələ, saytı artırdıq. A, burada leksik şəkilçidir. Əl ilə əliyirik. Ələmək. Əgər biz feilə makmək şəkilçisi artırırıqsa, orada sözə makmək şəkilçisi artırırıqsa və bu zaman uyğun gəlirsə söz, deməli bu leksik şəkilçisidir. Uyğun gəlmirsə leksik şəkilçisi deyil. Məsələn, ələk sözünə baxaq. Ələk sözündə əl sözün köküdür. Ələmək, yəni əlimizlə əliyirik, feildir. Bir də ki şəkilçisinə baxırıq. Ələk, yəni bir isimdir. Yəni o ələkdən istifadə edib onu əliyirik. Demək, burada iki leksik şəkilçisi var. Söz hansı nitq hissəsindən yaranıb soruşularsa, biz sonuncu leksik şəkilçisinin üzərini qapıyırıq. Ələmək feili, yəni feildən yaranıb. Bu söz feildən yaranmış sözdür. Burada da yenə ələmək sözü yazılıb. Sözün kökü əldir, ələməkdir. Bir də makmək də qrammatik şəkilçidir. Əsəbləşdirilmək. Bu sözə baxaq. Sözün kökü əsəbdir. Nə əsəb? İsimdir. Əsəbi, leksik şəkilçidir. Yeni bir məna ifadə etdi. Əsəb, əsəbi, yəni əsəbi adam. Necə adam? Əsəbi adam. Sifət yarandı. Əsəbləşmək. Bax, burada laş-ləş şəkilçisi, parçalana bilər, bəzi hallarda parçalana bilir, bəzi hallarda bütöv götürürük. Məsələn, burada baxaq, əsəbləmək deyə bir sözümüz yoxdur. Makmək artırırıq biz şəkilçilərə. Əgər makmək artırırıqsa, söz, normal söz yaranırsa, deməli bu həmin şəkilçi leksik şəkilçidir. Söz normallıqdan çıxırsa, deməli o qrammatik şəkilçidir. Əsəbləşmək, əsəbləmək deyə bir sözümüz yoxdur. Əsəbləşmək, laş-ləş bütöv götürdük. Leksik şəkilçidir. Əsəbləşdirmək, makmək artıra bildik. Deməli, bu da leksik şəkilçidir. Əsəbləşdirilmək, makmək artıra biliriksə, bu da leksik şəkilçidir. Burada sözün sonunda da deməli, mək şəkilçisi var. Bu da ki, qrammatik şəkilçidir ki, məsdər şəkilçisi adlanır. Demək, söz hansı nitq hissəsindən yaranıb dedikdə, biz sonuncu leksik şəkilçinin üzərini örtürük. Yəni, bax, bu sonuncu leksik şəkilçinin üstünü qapıyırıq. Söz əsəbləşdirmək feilindən yaranıb. Əsəbləşdirmək feilindən yaranıb. Deməli, sözün başlanğıc forması nədir? Əsəbləşdirilmək. Leksik şəkilçi, qrammatik şəkilçiyə qədər olan hissə. Söz hansı nitq hissəsindən yaranıb? Sonuncu leksik şəkilçinin üzərini qapadım. Əsəbləşdirmək feilindən yaranıb. Yellənəcək sözünə baxırıq. Sözün kökü yeldir. Nə? Yel, yəni külək. Burada lan-lən şəkilçisi var. Lan-lən şəkilçisi var. Biz demişik ki, lan-lən, laş-ləş şəkilçiləri bütövdə götürülə bilər, parçalana bilər. Bu şəkilçi parçalana da bilər. İndi makmək artırıram. Yelləmək, deməli, lan-lən şəkilçisində lalə bir şəkilçisidir, leksik şəkilçisidir. Çünki mak artıra bildim. Yelləmək dedim. Bəli, yelləmək deyə bir sözümüz var. Yellənmək, n. Deyirsiniz ki, n şəkilçisi var. Ən şəkilçisidir orada. Ən. An, ən. Yəni, yellənmək. Bu da demək leksik şəkilçidir.
Yelləncək. Yelləncə deyə bir sözümüz yoxdur. Yelləncək. Bu da yeni bir məna yaratdı. Bu da leksik şəkilçidir. Sözün başlanğıc forması hansıdır? Bütün leksik şəkilçisi daxil olmaqla qrammatik şəkilçiyə qədər olan hissə sözün başlanğıc formasıdır. Burada qrammatik şəkilçi yoxdur. Sözün başlanğıc forması ilə yelləncək sözüdür. Və söz hansı nitq hissəsindən yaranıb soruşulursa, o zaman biz sonuncu leksik şəkilçinin üzərini qapıyırıq. Bax, sonuncunun üzərini qapadıq. Yellənmək feilindən yarandı. Yellənmək. Deməli, söz hansı nitq hissəsindən yaranıb deyilir? Yellənmək feilindən yaranıb. Yəni, feildən yaranıb. Feil. Və sözün kökü nədir? Yel ismidir. Deməli, sözün kökü isimdir. Amma hansı nitq hissəsindən yaranıb deyilsə, sonuncu leksik şəkilçinin üzərini qapıyırıq. Hansı nitq hissəsidirsə, artıq biz ona əsasən deyirik ki, bu feildən yaranmış bir sözdür. Xışıltı sözünə baxaq. Sözün kökü xışdır. Deyirsiniz ki, xış deyə bir sözümüz var. Biz payız mövsümündə o xəzəllərin, o tökülmüş yarpaqların üzərindən yerdikdə bir xışıltı səsi gəlir. Xış səsi gəlir. O sözün köküdür. Iltı isə leksik şəkilçidir. Deməli, xışıltı sözü hansı? Deməli, xışıltı sözünü biz kök və şəkilçiyə ayırdıq. Demək, xış sözün kökü oldu. Iltı da leksik şəkilçi oldu. Əlcək sözünə baxaq. Sözün kökü əldir və xışıltı sözünün başlanğıc forması ilə xışıltı sözünün özüdür. Əl sözün köküdür. Əlcək, bu da leksik şəkilçidir ki, sözə artırılıb, başlanğıc formada demək olur nə? Başlanğıc formada olur əlcək sözünün özü. Və söz hansı nitq hissəsindən yaranıb deyilirsə, isimdən yaranıb. Çünki əl isimdir. Sonuncu leksik şəkilçinin üzərini örtürük. Daha sonra yelkən sözünə baxaq. Sözün kökü yeldir. Yel, burada kən leksik şəkilçidir. Başlanğıc forması yelkən sözünün özüdür. Hansı nitq hissəsindən yaranıb sonuncu leksik şəkilçinin üzərini qapadım. Yel isimindən yaranıb. Daha sonra yaralılar sözünə baxıram. Yaralılar sözü. Sözün kökü yarmaq feilidir. Yarılır ki, yara yaranır. Və a-ə şəkilçidir. Feildən, yarmaq feilindən yara ismi yaranır. Nə? Yara. Sonra yaralanıb ki, yaralı olur. Yaralı. Necə? Yaralı. Sifəti yaranıb. Larlər də qrammatik şəkilçidir ki, o da sözün mənasını dəyişmir, formasını dəyişir. Sözün başlanğıc forması hansıdır? Qrammatik şəkilçiyə qədər olan hissədir. Və söz hansı nitq hissəsindən yaranıb soruşularsa, biz sonuncu leksik şəkilçinin üzərini qapıyırıq. Burada sonuncu leksik şəkilçi l şəkilçisidir. Üzərini qapadım. Deməli, söz yara ismindən yaranıb. Söz hansı nitq hissəsindən yaranıb? Deyirik ki, isimdən yaranıb. Daha sonra biz sözün tərkibinə görə təhlil etdikdə sözün kökünü və leksik və qrammatik şəkilçiləri göstəririk. Mən əlavə olaraq burada sözün başlanğıc formasını da göstərirəm uşaqlar. Və bu söz hansı nitq hissəsindən yaranıb? Sözün kökü hansı nitq hissəsidir? Bunları da əlavə olaraq deyirəm ki, bunu da öyrənmiş olasınız. Başqa bir, məsələn, testinizdən belə bir deməli suala baxaq. Deyir ki, yüksəklikdəyik sözünün tərkibini, yəni sözü necə tərkib olunur? Burada neçə qrammatik şəkilçisi var, neçə leksik şəkilçisi var? Yüksəklikdəyik. Yüksəklikdəyik. Sözün kökü nədir? Yüksək. Necə yüksək? Sözün kökü sifətdir. Və yüksəklik
leksik şəkilçidir. Yüksəklikdə qrammatik şəkilçidir, hal şəkilçidir. Yüksəklikdəyik şəxs xəbərlik şəkilçidir. Yəni biz yüksəklikdəyik. Orada y bitişdirici samitdir. Nə üçün? Sözün sonu saitlə bitib, ona saitlə başlayan şəkilçi artırdıqda bitişdirici samitdən istifadə edirik. Bu da deməli qrammatik şəkilçi hesab olunur. Deməli sözün kökü yüksək necə? Yüksək sifətdir. Söz hansı nitq hissəsindən yaranıb soruşsalar, sonuncu leksik şəkilçinin üzərini qapayırıq. Elə bir leksik şəkilçi var. Yüksək elə bu da sifətdən yaranıb. Sifətdən yaranan bir sözdür. Başlanğıc forması hansıdır? Yüksəklik. Növbəti suala baxaq. Yazdırmarıq sözünü kök və şəkilçiyə ayıraq. Yəni tərkib hissələrinə görə təhlil edək. Yazdırmarıq. Deməli, yazdırmarıq. Sözün kökü yazmaqdır. Yazdırmaq, görürsünüz, maq artıra bilirəmsə, həmin şəkilçi leksik şəkilçidir. Yazdırmarıq, burada m qrammatik şəkilçidir. Qrammatik şəkilçidir. Yazdırmarıq. Yəni inkar şəkilçidir. Mamə inkar şəkilçidir. Burada ar, yəni gələcək zaman şəkilçidir. Qeyri-qəti gələcək zaman şəkilçidir. İki dənə sait yanaşı gəldiyinə görə a düşüb. Yəni saitin biri düşüb. Bu da deməli qrammatik şəkilçidir. İq da, yəni biz yazdırmarıq. Bu da olur şəxs xəbərlik şəkilçisi. Deməli burada yazdırmarıq feilində neçə dənə qrammatik, neçə leksik şəkilçi var? 1 leksik şəkilçi, 3 qrammatik şəkilçi var. Sözün kökü nədir? Yazdırmaq feilidir. Söz hansı nitq hissəsindən yaranıb? Sonuncu leksik şəkilçinin üzərini qapayıram. Sonuncudur leksik şəkilçidir. Söz yazmaq feilindən yaranıb. Daha sonra yataqxanadayıq sözünə baxaq. Yataqxanadayıq. Sözün kökü yatmaq feilidir. Yatmaqdan yataq ismi yaranır. Yataqxana yenə isim yarandı. Yataqxanada sözün mənası dəyişmədi, forması dəyişdi. Qrammatik şəkilçidir. Y bitişdirici samitdir. İq da deməli şəxs xəbərli şəkilçisidir. Haradayıq. Biz qrammatik şəkilçi ilə leksik şəkilçini başqa yolla tapsaq, sual verəcəyik həmən sözə. Yataqxanadayıq. Haradayıq? Haradayıq. Deməli, sualın tərkibində hansı şəkilçi varsa, o şəkilçi qrammatik şəkilçidir. Haradayıq? Baxın, da qrammatik şəkilçidir. Yıq, burada y bitişdiricidir. İq qrammatik şəkilçidir. Amma xana şəkilçisi yoxdur, ak şəkilçisi yoxdur bu sualın tərkibində. Ona görə onlar da leksik şəkilçi hesab olunur. Və yaxud fərqləndirilmişdir sözünə baxaq. Fərqləndirilmişdir. Sözün kökü fərqdir. Fərqləmək deyə bir sözümüz yoxdur. Lan-lən burada bütöv götürülür. Fərqlənmək, fərqləndirmək, fərqləndirilmək, fərqləndirilmişmək deyə bilmirik. Fərqləndirilmiş qrammatikdir. Dir qrammatikdir. Nə edilmişdir? Nə etmişdir? Fərqləndirilmişdir. Baxın, burada mişdir sualın tərkibində var. Ona görə də o deməli qrammatik şəkilçidir. Sözün başlanğıc formasını desək, qrammatik şəkilçiyə qədər olan hissə sözün başlanğıc forması hesab olunur. Və söz hansı nitq hissəsindən yaranıb soruşulursa,
fərqləndirmək feilindən yaranıb, yəni feildən yaranıb. Dərsimiz bu qədər, əziz şagirdlər. Növbəti dərslərdə görüşənədək.